Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə 9 illik test toplusu 2025-ci ilin nəşrində yer alan mühəndis mətninin izahını paylaşacağım. İzaha keçməmişdən öncə siz videonu dayandırın, mətni oxuyun, daha sonra isə videoyu izləməyə davam edin. Çünki mən vaxt getməsin deyə mətni artıq oxumuşam və birbaşa sualların izahına keçirəm. 31-ci sualdan başlayırıq. Mətnə əsasən yanlış fikirdir. İndi yanlış fikirlər seçməliyik. A variantında qeyd olunur ki, həyat təcrübəsi olan istənilən insan mühəndis ola bilər. Sizcə bu fikir doğrudurmu? Xeyr. Çünki yuxarıda qeyd olunub ki, belə avtomobillərə necə mühərrik lazımdır? Belə avtomobilə necə mühərrik lazım olduğunu kim deyə bilər? Bu suala cavab vermək üçün bir çox elmləri fizika, riyaziyyat, kimya, rəsm xətt, məntiqi çox yaxşı bilmək lazımdır. Yəni, bu sahələri kompleks şəkildə öyrənməyə ehtiyacı var. A variantı da qeyd olunur ki, həyat təcrübəsi olan istənilən insan mühəndis ola bilər. Xeyr, sən gərək fizikanı, kimyanı, daha doğrusu riyaziyyatı, rəsm xətti, məntiqi daha yaxşı biləsən. Ona görə A variantı yanlışdır. Belə deyir, zaman keçdikcə mühəndislik sahəsində görülən işlərin əhatə edərsi genişlənmişdir. Bəli, orada qeyd olunur ki, sənə mühəndisliklə bağlı bir çox sahələr inkişaf etmişdir. Ona görə B variantımız doğru cavab olduğu üçün onu səhv götürürük. Həyatın müxtəlif sahələrində mühəndislərə ehtiyac vardır. Bəli, istənilən sahədə biz deməli mühəndislərə ehtiyac duyuruq. Yəni mətn oxuyanda da bu bizə aydın olur. Mühəndislik peşəsi hesablamaların dəqiq olmasına tələb edir. Bəli, orada qeyd olundu ki, bu suallara cavab vermək üçün bir çox elmlərdə fizikadır, riyaziyyatdır, kimyadır, məntiqi çox yaxşı bilməlisən. Yəni, ümumiyyətlə, əgər riyaziyyat varsa, orada dəqiq hesablama var. Fizika varsa, dəqiq hesablama var. Ona görə D variantı da düzdür. Elmin yalnız bir sahəsini mükəmməl şəkildə qavrayan insan savadlı mühəndis ola bilməz. Bəli, mən təkcə fizikanı bilirəm, rəsm xətti bilmirəm, məntiqi bilmirəm, kimyanı bilmirəm. Mən necə mühəndis ola bilərəm? Ona görə də bu fikir də düzgündür. Bizdən yanlış istədiyinə görə yanlış cavab A variantı olacaq. Həyat təcrübəsi olan istənilən insan mühəndis ola bilməz. Sən fizikanı, kimyanı, riyaziyyatı yaxşı bilməlisən. 32. Çərçivə daxilində verilmiş sözün mənasına uyğun nümunəni müəyyən edin. Burada kompleks sözü qeyd olunubdur. Kompleks sözünün mənası bir-biri ilə vəhdətdə olan, əlaqəli, yəni bunu bildirir. Əlaqəli, bir-biri ilə vəhdətdə olan, əlaqəli kompleks sözünün mənasıdır. İndi gəlin görək, 32-də deyir ki, çərçivə daxilində verilmiş sözün mənasına uyğun nümunəni. Görək hansıdır? Heydər Əliyev kompleksində həm də muzey vardır. Heydər Əliyev kompleksi bu binadır, kompleks. Hər hansı deməli bina. Bu kompleksdir. Amma bizdə əlaqəli, bir-birinə vəhdət təşkil edən, bu belə deyək də qarşılığı olan nümunə lazımdır. A variantındakı kompleks mətndəki kompleks sözünün belə deyək də qarşılığı deyil. Belə deyir ki, kənd təsərrüfatının inkişafı üçün respublikamızda kompleks, yəni əlaqəli, ümumi, bir-biri ilə əlaqədə olan tədbirlər həyata keçirilir. 2-ni götürə bilərik. Bakıda salınmış yeni yaşayış kompleksi, kompleks yenə deyirəm, artıq burada bina mənasında çıxış edir. 3 yanlışdır. Bu sayədə həyata keçirilən kompleks işlər, kompleks yəni əlaqəli işlər, vəhdət təşkil edən işlər təhsil sisteminin ehtiyaclarından irəli gəlir. 4 də uyğun olacaq. Ona görə sualın cavabı C variantı 2, 4 olacaq. 3-ə baxırıq. Uyğunluğu müəyyən edin. Giriş, əsas, nəticə. Biz mətni oxuyanda biz görürük ki, əvvəldə o çayın hissəsindən ən aşağıya qədər, yəni birinci abzas, bura qədər olan abzas, giriş hissi hesab olunur. Yəni hadisələr haqqında hələ ümumi bir məlumat verilir. Daha sonra artıq 3-dən başlayaraq, baxın bu hissəyə qədər olan hissə əsasdır. Ən sonuncu hissə, bu gün vətənimizdə qeyri-neft sektoru, bu hissə isə nəticə hissəsidir. Nəticə. İndi onunla bağlı bizdən uyğunluq istəyir. Gəlin baxaq. Mühəndis bir çox elm sahələrini dərindən bilməlidir. Bəli, bu əsas hissədə qeyd olunmuş fikirdir. Çünki bu suallara cavab vermək üçün bir çox elmləri, fizika, kimya, riyaziyyat, məntiqi yaxşı bilmək vacibdir. Bəli, ona görə bu əsas hissəyə aid olan fikirdir. Deməli, daha doğrusu əsas hissəyə gedəcək A. Ensiz çayların üzərindən körpü salmaq çox da çətin deyil. Bu, giriş hissədə verilmiş məlumatdır. Mətni oxuyanda biz görürük ki, o giriş hissədə verilmiş bir məlumatdır. Ona görə girişə B yazacağıq. Gələcəkdə mühəndis olmaq istəyənlər öz üzərində daha çox işləməlidir. Bəli, gələcəkdə mühəndis olmaq istəyənlər öz üzərində daha çox işləməlidir. Bu da ən sonda, yəni nəticə hissəsində verilmiş fikirdir. Müxtəlif sahələrin öz ixtisaslaşmış mühəndisləri olur. Mətni oxuyanda biz bu hissəyə əsas hissədə rast gəlirik. Ona görə D gedəcək əsas hissəyə. Körpülər salınmazdan əvvəl onların dayanıqlığı haqqında hesabi
daha doğrusu onların dayanıqlılığı haqqında lazımi hesablamalar aparılmalıdır. Məhz bu da giriş hissədə verilmiş məlumatdır. Ona görə 1-ə gedəcək B ilə Y, 1-ə gedəcək B ilə Y, 2-ə gedəcək A, D, 3-ə də C gedəcək. Sualımızın düzgün cavabı B, Y, A, D, 3-də C, A variantı olacaq. 34. Mətndə məzmun ardıcıllığını nəzərə alaraq nöqtələrin yerinə uyğun olan fikri müəyyən edin. Məzmun ardıcıllığını nəzərə almalıyıq. Son dövrlərdə biomühəndislik sahəsində, baxın, nöqtələrin yerinə deyir. Gəlin nöqtələrin yerinə baxaq görək, hardadır bu? Mühəndis həm çox bilməli, həm də çox iş bacarmalıdır. Elmi texniki tərəqqini sürətləndirmək üçün müəssisələrin texniki cəhətdən təkmilləşdirilməsində hər cür ixtisaslanan mühəndislərin əməyi böyükdür. Baxın, bu hissəyə mən bir şey yazmalıyam. Mühəndis həm çox bilməli, həm də çox iş bacarmalıdır. Görək bura hansı cavab getmiş olacaq. Baxırıq, son dövrlərdə biomühəndislik sahəsində inkişaf hissi olunmaqdadır. Nöqtələrin yerinə bu ifadəni yazsam mənası çıxacaq. Düz gəlməyəcək, yəni. A-nı çıxdıq. Ölkəmizin müxtəlif ali təhsil ocaqlarında neft mühəndisləri, tərcüməçilər, həkimlər və s. hazırlanır. Yəni, bu nə əlaqəsi var? Yəni, bunu mən ora niyə qeyd edeyim ki? Ən sona qeyd eləsəm, bəlkə düzgün olardı. Kənd təsərrüfatında da savadlı mühəndislərə ehtiyac var. Burada kənd təsərrüfatından danışıldı mı? Xeyr. Lap danışılsa belə, mən mühəndis həm çox bilməli, həm də çox iş bacarmalıdır. Daha sonra qeyd edeyim ki, kənd təsərrüfatında da savadlı mühəndislərə ehtiyac var. Yəni, bunu qoymaq mənası olacaq. Elmi texniki tərəqqinin inkişafı ekoloji problemin artmasına gətirib çıxarmışdır. Belə bir məlumat heç mətndə yoxdur. E variantında da qeyd olunur ki, onun həm texnologiya barədə nəzər bilikləri, həm də onu tətbiq etmək bacarığı olmalıdır. Baxın, orada nə qeyd olunmuşdu? Mühəndis həm çox bilməli, həm də çox iş bacarmalıdır. Həm bilir, həm nəzər bilikləri bilir, həm də deyir ki, onu tətbiq etmək bacarığı olmalıdır. Deməli, çox işi də bacarmalıdır. Gördünüz, ən uyğun olan variant E variantı oldu. 35. Mətnə əsasən peşəkar mühəndis bacarmalıdır. Mətni oxumuşuq, görək peşəkar mühəndis nəyə bacarmalıdır? Görəcək işin proyektini hazırlamaq. Bəli, əgər bir mühəndis peşəkardırsa, o hər hansı bir işi görəcəksə, onun proyektini hazırlamalıdır. Yəni, nələrsə çizməlidir, layihə hazırlamalıdır. Bəli, müxtəlif ixtisaslı mühəndisləri asanlıqla əvəz etməyi. Burada əvəz etməkdən danışıb ki, hər hansı bir mühəndisi əvəz etmək üçün gərək sən peşəkar olasan. Xeyr, bundan danışılmayıb. Müəssisələri texniki cəhətdən təkmilləşdirmək. Bəli, müəssisələri texniki cəhətdən təkmilləşdirmək üçün yeni avadanlıqlarla, yəni daha belə deyək də, keyfiyyətli avadanlıqlarla belə deyək də, təkmilləşdirmək üçün, onunla təmin etmək üçün bizim mühəndislərə ehtiyacımız var. Peşəkar mühəndislərə. 3 düzdür. Elmi texniki biliklərə sahib olmalıdır. Təbii ki, şübhəsiz elmi texniki bilikləri olmalıdır ki, o mühəndis olsun. Ona görə 1, 3, 4 B variantı olacaq. Təbii fəlakətlərin baş vermə səbəbini təxmin etməyi, bu niyə təxmin eləsin? Yəni, mühəndis niyə təxmin eləsin? Peşəkar mühəndis ki, nə vaxt təbii fəlakət baş verəcək? Səbəbini izah etməyə daha doğrusu. Ona görə də doğru gəlmir. Peşəkar mühəndis görəcək işin proyektini hazırlamağı bacarmalıdır, müəssisələrin texniki cəhətdən təkmilləşdirməyi və elmi texniki biliklərə sahib olmağı bacarmalıdır. Ona görə sualın doğru variantı B olacaq. 36. Mətnin giriş hissəsinin məzmunu ilə bağlı olmayan cümlə hansı ifadə ilə başlayır? Giriş hissəsi ilə bağlı. Gəlin elə birbaşa burada cavabı deyim. Çünki oxusaq çox vaxt gedəcək. Burada baxın, danışır, yazda çayların daşmasına, senin kükrəməsindən körpünün dayaqları tab gətirə bilərmi? Sonra qeyd olunur ki, Kür çayı üzərindəki ilk dəmir körpünü kim tikmişdi? Bu nə əlaqəsi var? Yəni, mənə maraqlıdırmı ki, Kür çayı üzərində körpünü kim tikib? Yəni, əslində maraqlı deyil, sadəcə bu yerinə düşməyib axı. Burada körpülər haqqında danışır. Sonra deyir ki, tutaq ki, çox yüksək sürətli yeni model idman avtomobilinə ehtiyacı var. Yenə bu ondan əlaqəlidir. Amma birdən ortalığa sual atır ki, Kür çayı üzərində 2 dəmir körpünü kim tikmişdi? Yəni, anidən bu sual orada yersiz səslənir deyə Kür çayı ilə başlayan hissə bizim üçün uyğunsuzluq təşkil edəcək. Ona görə doğru variant C variantıdır. 37. Mühəndis peşəsinin vacibliyi haqqında fikirlər mətnin hansı tərkib hissəsində və ya hansı hissələrində öz əksini tapmışdır? Birincidə körpülər haqqında danışır. Deyir ki, belə avtomobilə necə mühərrik lazım olduğunu kim deyə bilər? Sonra keçir artıq mühəndislər haqqında danışmağa. Mühəndislər haqqında danışmağa biz görürük ki, o həm əsas hissədə danışır. Baxın, giriş hissədə onun haqqında danışmır ki, mühəndislərdə.
Əsas məlumatlar bizə harda ötürülür? Əsas hissədə. Yəni burada belə deyək də, mühəndisin bilməli olduğu işlər və yaxud da o hansı işlərə baxır, hansı sahələri inkişaf edir və s. Bir də nəticə hissəsində baxın, bugün vətənimizin qeyri-neft sektorunda nailiyyətlər qazanması çox vacibdir. Bunun üçün ölkəmizin savadlı mühəndislərə çox ehtiyacı var. Yəni burada da deyir ki, mühəndislərə mühəndis peşəsinin vacibliyi ehtiyac varsa, deməli o sahə vacibdir də. Biz həm əsas hissədə, həm də nəticə hissəsində gördük ki, ona yer verilmişdir. 38. Mətndə tünd qara hərflərlə verilmiş ifadənin kontekstə görə mənasını müəyyən edin. Tünd qara hərflə verilmiş söz mütəxəssis sözüdür. Görə kontekstə, yəni kontekstə görə mənasını biz tapmalıyıq. Yəni mütəxəssis sözü mütəxəssis hansı mənada işləmişdir? Hər hansı bir sənətlə məşğul olan hər hansı bir sənətlə məşğul olan ustaya biz mütəxəssis demirik. Bir işi, məşğuliyyəti, fəaliyyəti özünə peşə seçmiş. İş var, məşğuliyyət var. Bu da mütəxəssis hesab olunmur. Ən dolğun cavabı seçməliyik biz. Elm və ya texnikanın müəyyən sahəsində xüsusi biliyi olan, müəyyən ixtisas almış adama biz nə deyirik? Mütəxəssis deyirik. Bir sənətlə keçinən adam, bu nə əlaqə? Sifarişlə iş qəbul edib öz əmək alətləri ilə məhsul hazırlanan şəxs, bu da mütəxəssis hesab olunmur. Biz kimlərə mütəxəssis deyirik? Elm və texnikanın müəyyən sahəsində xüsusi biliyi olan, peşəkar, müəyyən ixtisas almış adama mütəxəssis deyirik. Düzdürmü? Ona görə ən doğru cavab C variantı olacaq. 39-a baxırıq. Üzərində rəqəm yazılmış sözlər əsasında cədvəldə qeydlər aparın. Üzərində baxın, rəqəm yazılmış hissələri göstərim. Bax, məsələn, 1 yazılıb. 1 nəyin üstündədir? Dayağın. Deməli, dayaq sözüdür. Sonra 2. 2 nəyin üstündədir? Uçmaq. Sonra yüksək. 3-ün üstündə yüksəkdir. 4-də düzəldən. Baxın, ya burada qeydlər aparım, sonra ora keçim. Çünki hər dəfə telefonda belə ekranı əvvələ geriyə çəkə bilmirəm. Deməli, burada dayaq sözü körpünün neçə dayağı olmalıdır? Həqiqi mənada işləmişdir. Körpünün dayağı ola bilər. Ona görə dayaq sözü həqiqi mənadadır. Körpü uçmaz ki, körpü uça bilər, yəni dağılmaq mənasında. Həqiqi mənadadır. 3-də deyir ki, yüksək sürətli yeni model idman avtomobili. Yüksək sürət. Yüksək sürət olmur. Yüksək biz nəyə deyirik? Məsələn, dağ yüksəkdir də, düzdürmü? Hündürdür o mənada. İndi yüksək sürət deyəndə burada da onun necə dağ yüksəkdə olur, əlimiz çatmır. Həmçinin yəni biz onu aşağıdan yuxarı belə deyək də baxırıq. Həmçinin də yüksək sürətdə də odur ki, yəni aşağıdan yuxarıya qalxıb da o mənada işləndiyi üçün biz bunu məcazi götürürük. Məcazi, yüksək sürət. Daha sonra 4-də isə avtomobil düzəldən mütəxəssis. Avtomobil düzəldilə bilər. Bəli, bu həqiqi mənada işlənmişdir. İndi o sözləri bir-bir yazaq. Deməli, həmin o sözləri yazırıq. 1 hansındaydı? 1-də nə idi? Dayaq. Dayaq. 2-də nə idi? Deməli, 2-də uçmaq idi. Körpü uçmaz ki, yəni dağılmaz ki. 3-də yüksək. 4-də nə idi? Düzəldən. Düzəldən. Aha, gəlin baxaq. Həqiqi mənada işlənmişdir yazılıb bura. Həqiqi mənada işlənmişdirmi dayaq sözü birincidə? Bəli, həqiqi mənada işlənmişdir. Körpünün dayağı. Bəs uçmaq, körpü uçmaz ki, uçmaq nədir? Dağılmaq mənasında. Bəli, həqiqi mənada. Yüksək sürət. Yüksək sürət olmaz axı. Məcazi mənadaydı. Düzəldən sözü, avtomobil düzəldilə bilər deyə, bu da həqiqi mənadadır. İndi deyir ki, sözün digər mənada. Əgər həqiqidirsə məcazidə, məcazidirsə həqiqidə işlədəcəyik. Dayaq sözünü həqiqi mənada işləməkdə, düzdürmü? İndi gəlin məcazidə işlədək. Necə işlədərik? O, atam mənim dayağımdır. Atam mənim dayağımdır. Burada dayaq, necə deyim, məcazi mənada işlənmişdir. Ata necə dayaq olsun? Məsələn, körpünün dayaqları biz bilirik ki, onu ayaqda saxlayandır da, düzdürmü? Yəni, bu söz dayaq sözü çox mənalı söz kimi işlənir artıq. Yəni, ata mənim dayağımdır deyəndə, yəni ata da məni ayaqda saxlayan varlıqdır, o mənada işlənir. Yəni, cümlə olaraq bunu götürə bilərik. Siz imtahanda başqa cümlələrdə yaza bilərsiniz. Sadəcə mən bir fikir kimi onu qeyd edirəm. Uçmaq həqiqi mənada işlənmişdir. Gəlin, misal üçün ona nümunə göstərək, yəni məcazi mənada işlədək. Misal üçün, onun vaxtı uçurdu. Yəni, vaxt uçub gedirdi o mənada. Gördünüzmü? Məcazi mənada işlətdim. Vaxt necə uçsun? Yüksək məcazi mənada işlənmişdi. İndi gəlin, həqiqidə işlədək. Qeyd edə bilərik ki, biz maşınla hərəkət etdikcə yüksək dağlar görünürdü. Yüksək dağ ola bilər.
həqiqi mənada işlətdim. Düzəldən sözü həqiqi mənadadır. İndi onu məcazda işlədəcəm. Necə işlədə bilərəm? Tutaq ki, yazıram ki, Elşən işə düzəldi. İşə necə düzəlsin? İşi düzəltmək olurmu? Xeyr. Məcazi mənada işləmişdi. Gördünüzmü? Bunların hər birini həqiqidirsə məcazi, məcazidirsə həqiqi mənada işlətdiyi cümlədir. Siz imtahan zamanı təbii ki, başqa bir cümlələrdə seçə bilərsiniz. 40-da nə deyir? Əvvəlində rəqəm yazılmış cümlələrdən hansı mətndə qarşısında üçbucaq qoyulmuş ifadənin cümlədəki fikri əsaslandırır? Həmin cümləni müəyyən edib yazın və seçiminizi əsaslandırın. Baxaq. Üçbucaq hardadır? Sənayenin müxtəlif sahələri, kimyaçı mühəndislər, elektrik mühəndisləri, neft mədən mühəndisləri və başqa ixtisaslı mühəndislər tərəfindən inkişaf etdirilir. Düzdürmü? Və 4-ü yaza bilərik ki, bura. Çünki elmi-texniki tərəqqini sürətləndirmək üçün müəssisələrin texniki cəhətdən təkmilləşdirilməsində hər cür ixtisasdan olan mühəndislərin əməyi böyükdür. Yəni, biz sənayeni inkişaf elətdirmək istəyiriksə, hər cür, belə deyək də, sahədən olan, ixtisasdan olan mühəndislərlə işləməyi bacarmalıyıq ki, belə sənayenin müxtəlif sahələri inkişaf etmiş olsun. Yəni, artıq biz bu fikri, əvvəlində üçbucaq yazılmış fikri, 4-cü cümlə ilə qarşısında 4 yazılmış cümlə ilə tamamladıq ki, bəli, elmi-texniki tərəqqini sürətləndirmək üçün biz nə etməliyik? Müəssisələrin texniki cəhətdən təkmilləşdirilməsində hər cür ixtisasdan olan mühəndislərin əməyi böyükdür. Biz onlarla yəni əməkdaşlıq etməliyik. Sualımızın cavabı da deməli bu olacaqdır. Belə, bugün də mühəndis mətnini təhlil etdik. İnşallah ki, izahımız aydın olmuşdur. Əvvəlcə onu qeyd edeyim ki, yəni bitirmədən öncə 051 959 07 68 nömrəsi ilə əlaqə yaradaraq həm Azərbaycan dili, həm də ədəbiyyat fənnindən keçirilən dərslərimiz haqqında məlumat ala bilərsiniz. Sağ olun, salamat qalın. Növbəti izahlarda görüşərik.